Sabahınız xeyir, saat təxmini 8-dir. Torlum da oyanıb, özünə gəlib. Qardaşını da sağdan vurub durandan sonra qırğın düşəcək. Yəqin ki. Deməli, neynirəm? Aparıram Torlu həkimə. Məlum məsələ, biz yatmırıq səhərə kimi. Aparıram həkimə görə həkim bizə nələr yazacaq. Gələndən sonra da müalicəsinə başlayarıq. Yəqin ki, bir-iki gün özünə gələr. Oradan uzun müddətdir ki, elətdirdiyim müalicənin həqiqətən təsirini görürəm. Gülnar xanım eləyir. Medikus xəstəxanasındadır. İndi gedəcəm ora. Bilmirəm, analizinə götürəcəklər, götürməyəcəklər. Amma bilirəm ki, bir müalicə yazacaqlar. Biraz özünə gələcək. Dünən axşam pis idi. Digər gün də pis idi. Səhərə yaxın qəşəng yatıb amma. Yatıb belə bizi rahatlaşdırıb. Mamışının da yerində uzanıb. Qardaşının da bax, durub görəndə nə deyəcək görəsən. Nəfəsi də tutulanda rəngi biraz qaralır uşağın. Görək nə olacaq. Hava deyəsən hələ yo, özünə gəlib. İlahi, neçə gündə necə soyuq var idi. Başlamıram. Çəkiliş olmaz. 221 deyəsən. Rahat yapasın. Düş. Korkmadın? Halal da. Oy. Giyin tez. Oy Allah, bunlar niye düşür böyle? Korkmadın? Hı? Halaldı sana. Qarnı da çıxıb. Oturmuşuq, gözləyirik. Çıxdıq rentgenlə. Gözləyirik bir 10 dəqiqədən sonra dedi cavablar çıxacaq. Qan analizi verdik. Qan analizi verdik. O sabah düşdüyünün çıxacaq cavabları. Amma yenidən bizdən analiz istədilər şey üçün, allergiya üçün. O da dedi bu dəqiqə mən onu yoxlaya bilmərəm, çünki ən kritik vaxtıdır da, yəni çox möhkəm tutduğundan dedi bu dəqiqə yoxlaya bilmərəm. Bunların hamısını tək-tək danışıram ki, analar bilsinlər, yəni özlərinin də məlumatları olsun ki, necə bir prosesdən keçirik. Evdə də gedəcəm, çəkəcəm mən bəzi şeyləri, nələrdən uzaq durmaq lazımdır, evdə nələri özümüzdən uzaq saxlamalıyıq, nələrə diqqət edin. Xalçanı götürəcəm, dedi xalçanı götürməlisiniz. Evdə əgər güllər varsa onlar götürülməlidir, dipçək gülləri. Daha sonra biz bu uşağın burnunu və qulağını əməliyyat elətdirmişdik. Baxdılar, dedilər yenidən gəlib. Çox uzun müddət idi. Çöldə 4 manat, burada 24 manat. Belə şey yoxdur. Velos da var. Kilosu. Ha da bu, çöldə inanırsınız ki 4 manat. İnanırsınız, alıram, bitir. Alıram, bitir. Hı? Hamısı salata gedir, hə. Yani yukarı çıkıp şurada. Var. 1 kilo artıq istəmirəm. Burada bir dənə aptek var. Görək burada olacaq ya olmayacaq burada. İnşallah ki olar, daha başqa yerə getmərəm. Tamam. Baxa bilərsiniz burada bu dərman var ya yoxdur. Hazırlayırsan özü otur Yusuf bəy. Kokteyldə nələr var deyə bilərsiniz. Üliyən dərmanlarına baxın. Onu... Aha. Deməli süd. Süd, banan, bal, bir də çiyəli. Budur. Yəni bura şey də vura bilərsən bu arada. Nə? Badam. Sadəcə badam əzməsi bunu. Badam yoxdur deyəsən. Qoz var. Nə haldadır? Bura indi gəlmişəm. Inanırsınız xəstəxanadan. Bax,
Bu dəyə gəlmişəm. Gələn kimi aldığım meyvələri kokteyl eləyir. Bu resepti sənə harda deyiblər? Bana Gedib ha bu arada. Baxın, baxın, baxın. Yavaş yavaş. Fit. Fit oğlan olur bu. Ha, biraz eləyəsən bəlkə. niye? Yo yo yo. Bir ağzının dadını bilirsən bala. İkimiz serpiyor usta. Mən istəmirəm. Süt çok da. Yo yo, niyə o qədər eləyirdin? Sabahdan özüm eləyərəm. Sabahtan çekerim. Bugün bir ders videosu. Yo maşallah Yusuf. Bilirsən nə edirsən. Dərmanları göstərə bilmirəm. Mənə elə gəlir ki, məsəl hər uşağın özünün səhhətinə baxırlar, yəni durumuna baxırlar. Ona görə dərmanı təyin edirlər. Yəni göstərməsəm daha yaxşı olar. Instagramda yayınlayıram, paylaşım eləmişəm. Nə qədər xanımlar yazır ki, bizə də atın. Amma mənə elə gəlir ki, bu düzgün bir şey deyil. Çünki baxın, mən getmişəm, analizlər elədim, rentgendən keçdim. Analizimizin cavabı sabah yox, bir gün çıxacaq. İndi onlara uyğun yazılır bunlar hamısı. Bir də indi başlayacağım evləri. Əslində eləyirəm, hər gün elədiyim bir şeydir. Sadəcə olaraq xalçamı götürəcəm, ayırdan pərdələrimi, xalçamı götürəcəm, pərdələri yuvacam. Yəni həkim bunların hamısını bir dənə mənə tapşırıb. Bu hissələrində ağrı oldu. Onun üçün mən biraz qorxdum, açığı. Ona görə götürdüm, tez həkimə apardım və artıq 3-4 gün idi, tuturdu, buraxmırdı. Biraz qorxdum, səbəbi də var imiş, ağciyərlərində genişlənmə, ondan başqa uşağın oksigen getməz falan. Nəysə, bir çox dərmanlar yazılıb. Yarısını aldım, yarısını ala bilmədim. Hələ sabah da yazılacaq. İnşallah ki, çox bir şey yazmazlar. Sabah da yazılacaq. Sabah yox, bir gün çıxacaq. Bizim qan analizlərimiz çıxacaq. O da yazılacaq. Ona da dərmanlar yazılacaq. Yəni bu vaxta kimi dərmanlara 150 manat qızlar pul vermişəm. Mən indidən deyim biləsiniz. Təki canı sağlam olsun. O pul falan var. Onlar heç bir insanın gözündə deyil yəni. Təki sağlam olsun canı, ağrımasın. Mən də oğlum burası ağrıyan dedim Ülviyə, sən həkimə aparmalısan bu uşağı. Biz Toğrulun burnunu əməliyyat elətdirmişik, qulağına əməliyyat elətdirmişik, tüp qoydurmuşduq hər ikisinə. Amma indi yoxlatdıranda yenidən baxdıq ki, yenidən burnuna ət gəlir, boğazı, burnu, qulağı. Bu uşağın bu hissədən problemləri var. İndi həkim dedi ki, bir hələlik biz müalicə yazaq. Yükülməli burada nə var ki? Bunları eləməlisən hər gün. Gəl. Ayrıca 2 dəfə deyirsən, 2 dəfə belə edirsən. Sonra Gəl. Çəkirsən elə, buran kimi çək. Allah. Sağlam ol. Qalesiyadan öncə qaynarlayıram. Qaynar suda saxlayıram biraz. Hə bu. Dayan, 2 milli. Dayan. Gel benim. Gel aşkım gel. Çorabla çıxma. Çorabla eləmə. Ayağı uzat.
Canım benim. Çorabla oraya ayak koymazlar. Başa sala bilmirəm ki, orada çorabla ayak koymazlar. Çorabla çıxırlar, onun üstüne el işi olur. Gel. Getdi, yalan demə. Burada kalmışdı, siz de burada kalmışdınız. Benim dözümlü güllerim, benim dözümlü güllerim. Havasız kalıblar da, ne bunlar ayıldı? Havasız kalıblar da, bunlar da. Kalsın.